Salam müəllimlər, mən indi sizdən yarmadan, paxlalı bitkilərdən və makaron məmulatlarından xörəklərin hazırlanma texnologiyası haqqında danışacağam. Deməli müəllimlər, yarmalar adətən və həmçinin paxlalılar qidalanmada vacib əhəmiyyətə malik olan dənli bitkilərimizdir. Onlar yaxşı həzm olunurlar, qidalı və yüksək kalorilidirlər. Və onların tərkibi nişasta, zülal, B qrup vitaminləri ilə zəngindir. Yarmalıları taxıl bitkilərini emal etməklə əldə edirlər. Belə ki, buğdadan manna əldə edilir, düyüdən cilalanmış, pardaqlanmış, xırdalanmış düyü, yulafdan Herkules, yulaf unu, arpadan arpa yarması, qarabaşaqdan iri dənəli qarabaşaq əldə edilir. Müəllimlər, bu miq sualı olmuşdu. Yarmalar dənlərinə görə və formasına, bütövlüyünə, ölçüsünə görə fərqlənirlər. Hansı ki, şəkil 1-də göstərilib, yarmaların növləri və şəkilləri verilmişdir. Diqqətlə baxın. Və deməli, yarmaları fərqləndirmək üçün müstəqil tədqiqat aparmaq lazımdır. Bunun üçün yarmalardan kolleksiya tərtib etmək olar və yaxud da ki, hazır kolleksiyadan istifadə etmək mümkündür. Əgər evimizdə yoxdursa, mağazadakı şəffaf qablaşdırmada olan yarmaları nəzərdən keçirək, yarma dənələrini xarici görünüşünə görə təsvir edə bilərik. Dən və yarmanın dəyəri onun qabığındakı və dənlərindədir. Yarmalardan ən xeyirlisi qarabaşaq, yulaf, darı və cilalanmış düyü hesab olunur. Və deməli, yarmanı bişirməmişdən əvvəl mütləq şəkildə arıdılır, daha sonra yuyulur. Xırda və yaxud da ki, bölünmüş yarmaları ələyirlər, yuyurlar, qovururlar, isladırlar. Adətən qarabaşaq deməli, bura daxildir. Yarmalardan müxtəlif birinci və ikinci növ yeməkləri əldə edilir. Birinciyə şorbalar, ikinciyə sıyıqlar, kotletlər daxildir. Yarmadan sıyıq hazırlayırlar. Sıyıqları istənilən yarma növündən suda, üzlü və ya su ilə qarışdırılmış süddə bişirmək mümkündür. Maye ilə yarmanın nisbətindən asılı olaraq buğlamalar, qatı və yaxud da ki, duru sıyıqlar olur. Buğlamalar nədir? Buğlamalar cilalanmış və yaxud da ki, pardaqlanmış düyüdən, darıdan, arpa yarmasından hazırlanır. Əsas yemək deməli və qarnir kimi buğlamalardan istifadə edirlər. Onları suda və ya ət suyunda bişirirlər. Hazırlanmış yarmanı duz əlavə edilmiş qaynayan suya tökürlər. Vaxtaşırı onu qarışdırırlar. Yarma şişib bütün suyu özünə çəkəndən sonra sıyığın səthini hamarlayır. Qazanın qapağını örtür. Zərif odda hazır olana qədər dəmə qoyurlar. Məhz qatı sıyıqlar nədir? Qatı sıyıqlar adı üstündədir. Suda və yaxud da ki, üzlü süddə və ya qatlaşdırılmış süddə bişirirlər. Amma yarmalar da burada deməli çox tökmək lazımdır ki, qatı olsun. Bu zamanda yarma olaraq düyü, arpa, darıdan istifadə edirlər. Hazırlanmış yarmanı duzlu suya əlavə edib 5-7 dəqiqə gözləyirlər. Daha sonra isti süd əlavə edirlər. Hazır olana qədər bişirirlər. Süfrəyə verməmişdən öncə şəkər və kərə yağı əlavə edirlər. Və duru sıyıqları isə üzlü süddə və yaxud da ki, qarışdırılmış süddə və yaxud da deməli, suda bişirilir və qatı sıyıqlar kimi bişirilir. Lakin mayeni bir qədər çox tökmək lazımdır. Kotlet və yumru küftələr hazırlamaq üçün soyudulmuş qatı sıyığa şəkər və çiğ yumurta əlavə edilir, yaxşı qarışdırılır. Kütləni kotlet və yumru küftə şəklində suxarda formalaşdırıb, yağ tökülmüş tavada iki tərəfi qızarana qədər qızardırırlar. Adətən mərcidən bunu eləyirlər. Daha sonra deməli, düyüdən eləyən var bu kotletləri, qarabaşaqdan eləyən də mövcuddur, hazırlayan mövcuddur. Bəs paxlalılar nədir? Paxlalılar adətən lobya, noxud, mərci bura daxildir. Paxlalıların dənləri üstdən qalan təbəqə ilə örtülü olduğu üçün mütləq şəkildə bişməmişdən əvvəl onları isladıb, daha sonra bişirmək lazımdır. Və mütləq bişirməmişdən öncə onları yaxşı-yaxşı soyuq suda yumaq, islatmaq, daha sonra bişirmək mümkündür. Və deməli, biz onu deməli, belə deyim də, soyuq suda isladan zaman elə etməliyik ki, 1 santimdən artıq su təbəqəsi su paxlalıların üzərini örtməsin. Paxlalı bitkilərin toxumlarını ağzı bağlı qazanda zərif qaynamaqla bişirmək lazımdır. Belə ki, lobya 1.5-2 saata, noxud 1.5 1 saata, mərci isə 1 saata yaxın bişə bilir. Bunu belə yadda saxlayın müəllimlər. Lobya noxuddan böyükdür, noxud da mərcidən böyükdür, yəni dənə olaraq.
Ona görə də ən çox bişən hansıdır? Lobiyadır. Böyük lobiyalar olur. Ondan yadda saxlayaq ki, bu saat müddətinin içərisində ən çox olan 1.5-2-dir. Böyük lobiya çox saata bişə bilir. 1.5-2 saata. Ondan biraz balaca olan noxuddur. 1.5 saata. Ən balaca mərcidir. O isə elə özü kimi az saata bişir. Daha sonra deməli, əgər su quruyarsa, qaynayan zaman mütləq onun üzərinə isti su əlavə edib qaynamanı davam etdirmək lazımdır. Və lobiyadır, noxuddur, mərcidir yeməklərində çoxlu zülal var. Ona görə də çox xeyirli hesab edilirlər. Makaron məmulatlarından nəzər salaq. Makaron məmulatları əla növ un, yumurta və su əlavə edilməklə təchiz edilmiş makaron fabriklərində istehsal edilir. Rəng, ölçü, forma, hazırlanma üsuluna görə fərqlənə bilirlər. Makaronlar adətən xəmirdən olan digər ərzaqlar kimi bol karbohidrat mənbəyidir və bununla bərabər makaronun tərkibində az miqdarda zülal, yağ, B qrup vitaminləri də mövcuddur. Onlar öz qida və dad keyfiyyətlərini itirmədən orqanizm tərəfindən yaxşı mənimsənirlər. Və adətən süfrəyə verən zaman üzərinə qiymə, soslar deməli qoyularaq verilir. Həmçinin şorbaların hazırlanmasında makaronlardan istifadə edilir. Və makaron məmulatları 2 üsulla bişirilə bilir, süzməklə və süzmədən. Birinci üsul necədir? Süzməklədir, hansı ki qaynayan, duzlu su olan qaba makaronu əlavə edilir. Yəni birinci qaynaya suyu qoyuruq qaynamağa, daha sonra ona duz əlavə edirik. Tam qaynar vəziyyətə düşdükdən sonra, qaynayan vəziyyətə düşdükdən sonra makaronları həmin duzlu suyun içərisinə əlavə edirik. Qazanın dibinə yapışmamaları üçün vaxtaşırı qarışdırırıq. Bişmənin müddəti makaronun növündən asılı olaraq dəyişir. Belə ki, iri makaron 20-30 dəqiqə, ərişdə 15-20 dəqiqə, verməşi 12-15 dəqiqə ərzində bişirilə bilir. Və adətən bu da hazırlanan makaronun üzərində saxlama müddəti, eyni zamanda bişmə müddəti yazılır istifadəçilər, istehlakçılar tərəfindən. İkinci üsul süzmədən olan üsuldur və eyni zamanda bişdikdən sonra makaronu aş üzərinə tökürlər və onun həlmini süzürlər, əridilmiş yağ olan qaba qoyur və qarışdırırlar. İkinci üsul süzmədən olandır. Makaron məmulatlarını duz qatılmış qaynayan suya əlavə edilir, şişənə qədər bişirilir. Sonra kərə yağı əlavə edilib qapağın ağzına, deməli qazanın ağzına qoyulur və zəif dəm xodda deməli dəmə qoyurlar. Və təhlükəsiz iş və sanitariya qaydaları var ki, mütləq qızdırıcı elektrik cihazlarına quru əllərlə yandırmalı və söndürməli, qaynayan maye ilə ehtiyatlı davranmalı, tutacaqlardan istifadə etməli, qapağı özümüzə tərəf olmaqla 2 dəfə qaldırmalı. Suyun sıçramaması üçün yarmanı, paxlalı bitkiləri və makaron məmulatlarını qaynayan mayeyə ehtiyatla süzməli. Yarmanı, paxlalı bitkiləri və makaron məmulatlarını quru, yaxşı havalandırılmış otaqlarda saxlamalı və bu zaman şüşə, metal və plastik kütlədən olan bankalardan istifadə etmək lazımdır. Sos nədir? Sos çörək şirəsidir.